15-ci əsrin əvvəlində Xorasan torpaqları iki böyük türk İslam dövlətinin, Səfəvilərin və Özbəklərin arasında yerləşən təhlükəli bir tampon bölgə idi. Hər iki tərəf bu torpaqlara sahib olmaq, bununla da Orta Asiyanın gələcəyini müəyyənləşdirməyi hədəfləyirdi. Şah İsmail və Şeybani xan arasında savaş hələ başlamamışdı, amma sözləri artıq qılınc kimi kəsirdi. Elçilər arası məktublar həm xəbərdarlıq, həm də təhdid dolu idi. Hər kəlmə gələcək savaşın addımlarını səssizcə atırdı. 1507-ci ildə Şeybani xanın ordusu Heratın qapılarını açdı. Əlində böyük güc, arxasında qorxusuz döyüşçüləri vardı. Şəhər müqavimət göstərə bilmədi və qapılarını açdı. Hər yerdə Şeybani xanın adına xütbələr oxundu. Heratın ardınca Şeybani xan dayanmadı. Onun növbəti hədəfi Qəndahar, daha sonra isə Hicaz yolları idi. 60 minlik nizamlı ordu ilə özünü bölgənin yeganə hakimi kimi görürdü. Məkkə və Mədinə yollarının təhlükəsizliyini belə öz adından elan etməyə cəsarət etdi. Şeybani xanın iddialarına qarşı Şah İsmailin cavabı sərt və mənəvi idi. Bizim üçün Əhl-i Beyt kifayətdir deyə o öz inancını və haqlılığını elan etdi. Onun üçün bu savaş sadəcə torpaq uğrunda deyildi. Bu inancın, məzhəbin və bir millətin şərəf mübarizəsi idi. Artıq məktublar bitdi, sözlər yerini qılınca verdi. 1510-cu ildə iki ordu qarşı-qarşıya gəldi. Hər iki sərkərdə bilirdi ki, bu savaş təkcə iki ordunun deyil, iki dünyanın toqquşması olacaqdı. Şah İsmail özünü tez Xorasana çatırdı. Şeybani xan Özbək tayfalarından kömək gözləmək üçün Mərv qalasına çəkildi. Lakin İsmail usta taktika ilə geri çəkildi. Özbək ordusu onu təqib etmək üçün qalanı tərk etdi. Elə bu anda Səfəvi ordusu onu tələyə saldı. Şiddətli döyüşlərdən sonra Özbəklər dağıldı. Yaralı Şeybani xan əsir götürülərək öldürüldü. Şah İsmail onun başını kəsdi, dərisini samanla doldurdu və Osmanlı sultanı 2. Bayezdə göndərdi. Digər qalan cəsədini isə Məmlük sultanı Qansu Qavrinin yanına göndərdi. Bu sadəcə qisas deyildi, bütün şərqə bir mesaj idi. Şah İsmailin qüdrəti sınanmayacaq.